Tamam, mən sözü verim sizə. Başlayaq. Aha, səsim rahat gəlir hər kəsə? Salam, bəli. Əla. Toplantı kaydediliyor yazılır burada. Bu kim tərəfindən kaydedilir? Mənim tərəfimdən Şəhla xanım. Paylaşılacaq yoxsa necə? Aha, YouTube kanalına yerləşdiriləcək. Tamam. Salamlayıram hər kəsi. Axşamınız xeyir olsun. Hər birinizi xoş gördük, dəyərli izləyicilər. Təşkilatçılıq üçün sizə təşəkkürümü bildirirəm və qonaq dəvət etdiyiniz üçün də təşəkkürlər. Uğurlar arzulayıram hər birinizə. İstərdim ki, dostlar, seminarımıza başlamazdan öncə sizlərə özüm haqqında qısa bir məlumat verim, məni daha yaxından tanıyasınız. Mən kiməm, haraları bitirmişəm, karyera yolumda necə addımlar atmışam, daha yaxından məlumatlı olmağınız üçün sizə qısa bir məlumat verəcəm özüm haqqında. Əsl soyadım Əliyevadır, yəni sənədli adım. Belə nik olaraq Abdullayevadır. Şəhla Abdullayeva mən. Mən özüm birinci təhsilim Bakı Humanitar Kolleci, korreksiyacı təlim və Surda pedaqogika ixtisası üzrə fərqlənmə ilə bitirmişəm 2017-ci ilin məzunuyam. Bundan əlavə olaraq da ki, İstanbul Universiteti Çocuk Gelişimi üzrə təhsil almışam. Üçüncü təhsilim hal-hazırda Naxçıvan Müəllimlər İnstitutu üzrə dondurmuşam. Müəyyən səbəblərdən orada təhsilimi davam elətdirə bilmirəm. Və bundan əlavə olaraq da ki, özüm Esmira Qafarovanın AST təcrübəsini keçmişəm 2017-ci illərdə. Əlavə olaraq da Türkiyədə, Sinopda işləmişəm, fəaliyyət göstərmişəm. Sadiq müəllimlə birlikdə Sinopda müayinələr və seanslar, seminarlar həyata keçirmişik. Əlavə olaraq da Ankara şəhərində Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Turqud Aslanbəyin loqoped olaraq işləmişəm. İzmirdə isə özəl eğitimlə bağlı təlimlərdə olmuşam və hal-hazırda Gürcüstanda da fəaliyyət göstəririk ümumi olaraq Oykos İnkişaf Mərkəzi olaraq. Gürcüstanda da seanslar və müayinələr həyata keçiririk. Bundan əlavə də ki, 2018-ci il dekabrın 14-dən bu yana Oykos İnkişaf Mərkəzinin təsisçisiyəm və mərkəzimin 2 şöbəsi var hal-hazırda. Ağşəhər və Buzovna şöbələrimiz mövcuddur. Birinci 3 otaqdan başlamışam. Bunu hər zaman hər kəsə deyirəm. Bəlkə də bir çoxlarınız üçün bu motivasiya ola bilər. 3 otaqdan başlayıb, indi isə hardasa bir mərkəzimiz 400 kvadrat metrdir. Buzovna şöbəmiz 3 mərtəbədir. 3 otaqdan başlayıb 3 mərtəbəyə keçmişik. Yəni kollektivimizin sayəsində, bizim çəkdiyimiz əziyyətlərin və etdiyimiz uğurların sayəsində, imza atdığımız uğurların sayəsində. Eyni zamanda Ağşəhərdə isə 4 mərtəbəli bir mərkəzimiz var. Orada isə 300 kvadrat metrdir. Belə və bir çox nailiyyətlərimiz olubdur. Mərkəz olaraq hal-hazırda Azərbaycanlı yeganə mərkəz Oykos İnkişaf Mərkəzidir ki, biz differensial diaqnostika proqramını işləyirik və özümüz də bir çox təlimlərin, belə deyim, layihələrin böyük ev sahibliyini etmişik. Beyhan Budaqla Nəcəf Allahverdiyevin Nizami Konsentrdə 500 nəfərlik seminarın təşkilatçısı olmuşuq Oykos olaraq. Əlavə olaraq da ki, birinci beynəlxalq, ikinci, üçüncü beynəlxalq psixoloq və loqopedlər konfransının təşkilatçısı olmuşuq. Bəli, bəli. Aha. Və istərdim ki, dostlar, eyni zamanda 10 ilə yaxındır ki, loqoped psixoloq kimi fəaliyyət göstərirəm. İstərdim sizləri daha yaxından tanıyım. Dostlar, aramızda kimlər var? Kimlər birinci dəfədir mənim seminarlarımda olur? Kimlər loqopeddir, kimlər tələbədir, kimlər valideyndir, kimlər psixoloqdur, pedaqoqdur və yaxud da ki, bizim ixtisasla heç bir əlaqəsi yoxdur, maariflənmək üçün, özünü inkişaf elətdirmək üçün aramızda var. İstərdim sizləri daha yaxından tanıyım. Zəhmət olmasa qeyd edərdiniz, mən yazdıqlarınızın hər birini oxuyacağam və mənim daha öncə seminarlarımda, webinarlarımda olan iştirakçılar bilirlər ki, mən daha çox interaktiv keçən seminarları, webinarları bəyənirəm, sevirəm, daha rahat oluram. İstəmirəm monoton çıxış olsun. Mən buradan danışım, siz oradan dinləyəsiniz. Yəni sonra sizi yuxu tutsun, əsnəməyə başlayasınız. Mən belə bir seminar istəmirəm və düşünürəm ki, siz də belə bir seminar istəmirsiniz. Yəni qarşılıqlı danışaraq, qəşəng belə söhbətlər edərək webinarımız maraqlı keçsin sizlərin sayəsində.
Mədinə Dadaşzadə neçənci dəfədir artıq görəm bu adı. Bizim çox seminarlarımızda iştirak edir. Kollecdən bu yerlərə gəlib çıxmaq. Bəli, bəli. Uğurlarınız davamlı olsun. Təşəkkür edirəm. Çox sağ olun əzizim. Sizin də uğurlarınız davamlı olsun. Loqoped hər zaman qatılıram təlimizə. Çox gözəl. Ergoterapevt, loqoped. Bu ilk dəfədir, mən ilk dəfədir burdayım və duyğu bütünləmə mütəxəssisi olmaq üçün təlimlərə görürəm. Əla, uğurlar arzulayıram sizə. Mən ilk dəfə seminarınızda iştirak edirəm. Uğurlar arzulayıram, davamlı olsun inşallah. Loqopedəm ilk dəfə təlimizə qoşuluram. Salam, mən həm valideynəm, həm də pedaqoqam. Çox gözəl. Uğurlar arzulayıram sizə. Mən tələbə, korreksiya edici təlim. Nə gözəl. Uğurlar arzulayıram kolleqalarıma. Mən ilk dəfə sizin vebinarınıza qoşuluram, psixoloqam. Çox gözəl. İlk dəfə seminarınızda iştirak edirəm. Aha, maşallah hamı aktivdir ya. Qəşəng aktivsiz dostlar. Əlasız. Mən mesaj təlimizə iştirak etmişəm. Sizinlə tanış olduğum üçün şanslıyam. Can, çox sağ olun. Necə minnətdaram. Dəyərli iştirakçı. Təşəkkür edirəm. Müəlliməyə maşallah yazanlar çoxdur. Valideynəm, pedaqoqam, mən də kollecdə təhsil alıram. Sizin Oykos qrupunuzda da varam. Aha. İlk dəfədir pedaqoqam. İnstitutu bitirmişəm. İşləmirəm, 1 ildir izləyirəm sizi. Nə gözəl. Tələbəyəm, 43 yaşım var. Xüsusi pedaqoqa, loqoped. Oy maşallah. Allah can sağlığı versin. Uğurlarınız bol olsun. Tələbə təhsildə sosio-psixoloji xidmət. Əla. Uğurlar arzulayıram hər birinizə. Məşğul oluram. Nə gözəl, nə gözəl. Üzgüçülü müəllim də var aramızda. Super. Maşallah. Çox aktivsiz dostlar. Əla. Çox bəyəndim aktivliyinizi. Belə də davam edək. Aha. Təşəkkür edirəm hər biriniz aktiv iştirakınız üçün, yazdığınız üçün. Çox sağ olun, minnətdaram. Şəbəkədən, mən sizi neçə ildir izləyirəm sosial şəbəkədən, həm də Sadiq müəllimi də izləyirəm. Hocam, mən Gəncə Dövlət Universiteti psixologiya bitirmişəm. Magistrim Şimali Qafqaz Universiteti Defaktologiya fakültəsinə daxil olmuşam. Sizləri izləyirəm. Axıra və sizi gördüm. Can, çox sağ olun. Minnətdaram. Uğurlar arzulayıram sizə. Bir də ki, dostlar, bunu da məlumat olaraq sizə deyim. Biz Oykos İnkişaf Mərkəzi olaraq hər həftə tam təmənnasız vebinarlar, seminarlar həyata keçiririk. Bunu da deyim ki, sabah mənim karyeramda necə uğur qazanım, karyeramda uğur qazanmağım üçün nələr etməliyəm adlı bir seminarım olacaq. Həm əyani, həm də belə deyim, qiyabi qoşula bilərsiniz. Yəni, həm onlayn, həm offlayn şəkildə qoşula bilərsiniz bu seminarıma. Bu seminarımda siz çox şeylər öyrənəcəksiniz, belə deyərdim. Təkcə loqopedlər deyil də, loqoped olmayanlar da, yəni fərqli ixtisasın oxuyanlar da və yaxud da ki, işləyən şəxslər də gəlib seminarımda qoşula bilirlər. Gəlin, birlikdə tanış olaq, birlikdə inkişaf edək. Yəni sizlərə də bu bəli, ödənişsiz olacaq. Həm də ki, əhatəniz genişlənsin. Bilirsiniz ki, ümumiyyətlə karyera, əgər ki, uğurlu karyera biz deyiriksə, bizim əhatəmiz də olmalıdır. Öz əhatəmizi yaratmalıyıq. Təbii ki, sağlam əhatə biz bu zaman deyirik. Və seminarımızın adı isə Karyeramı necə qurumdur. Kimlər qeydiyyatdan keçmək istəyirsə, bizimlə əlaqə saxlaya bilirlər. Düşünürəm ki, bizim nömrəmiz sizə göndəriləcək, qrupumuzun linki Lava Akademi tərəfindən göndəriləcək. Aha. Kimlər qoşulmaq istəsə, bizimlə əlaqə saxlayar. Belə, istərdim ki, webinarımıza giriş edək. Qrup linki göndəriləcək dostlar qrupa. Lava Akademi icazə versə inşallah, qrupa link olaraq göndərilər. Təbii ki, də əzizim, göndəriləcəyəm. Çox sağ olun, minnətdaram. Allah razı olsun. Aha. Bəs aramızda kimlər autizm spektr pozuntusu haqqında məlumatlıdır və ümumiyyətlə kimlər autizm spektr pozuntusu olan şəxslərlə fəaliyyət göstərib, işləyib və yaxud da aramızda autizm spektr pozuntusu olan uşağın valideynləri varmı? Zəhmət olmasa bunu da chat bölməsində yazın. Salam müəllimə, axşamınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Mən fikrimi ünsiyyət vasitəsilə bildirəcəm. Buyurun. Çünki yazmaq mənə xoş deyil. Yəni fikirlərimi ifadə etmək mənə daha xoşdur. Öncə axşamınız xeyir olsun. Qaydalara uyğun olaraq özümü təqdim edeyim. Zəminə Alşan qızı pedaqoq müəllimi olaraq çalışıram. Əla. Yurt Tədris Mərkəzi və Birlik Tədris Mərkəzi Masazır ərazisindəyik. Uğurlar arzulayıram. Təşəkkür edirəm. Öncə daha toplumda işləmişəm oğlum məktəbində, daha sonra digər bir özəl kurs, daha sonra isə bura köçdükdən sonra burada. Bir parantez açım, orada bir xanımımız yazmışdı, kollec təhsilindən hara gəlmək.
Bu mənim yaralı nöqtəmdir. Niyəsə Azərbaycanda bu kolleci çox aşağıda görürlər. Mhm. Amma yetərincə sözünü demiş bütün insanların tarixinə, yəni keçdiyi yola baxanda onların əksəriyyəti kollec təhsili alıb. Mən Bəli. özüm də kollec təhsili almışam və heç də utanmıram. Niyə almışam? Əslində mən jurnalist olmaq istəmişəm. Qardaşım icazə verməyib. Mhm. Düşüncəyə görə qadın ancaq müəllim olar. Bu prinsipdən nə isə zamanınızı almayım. Mən müəllim olmuşam. Peşmanammı? Əsla deyiləm. Sözüm onda ki, təhsil almağın keyfiyyəti var. Haranı aldığın önəmli deyil. Hətta bu gün bizim kursa müəllimlik üçün müraciət eləyən müəllimə var idi. Özüm baxmışam diplomuna, qırmızı diplom, ali təhsil. İnanırsınız ki, ailə belə gəlib xahiş eləyirdi qızımız işləsin burada. Biz ona yarım ayda şans verirdik. Üzr istəyirəm ifadəmə görə müəllim bir uşağı normal formada belə geyindirə bilmirdi. Mhm. Və o israra rəğmən 3-4 saat ailənin orada durmağına rəğmən, yəni biz onlara anlatdıq ki, müdiriyyət də başda sizin qızınız qırmızı diplomla oxuya bilər, amma müəllimliyə göstəricisi tam deyil. Mən bunu niyə misal çəkirəm? Düşünürəm ki, heç olmayanda müəyyən bir insanların düşüncəsində bu təhsil kateqoriyasına, bu qəribə yanaşmanı aradan qaldırmağın həqiqətən zamanıdır və bu il Məleykə Abbaszadə özü də qeyd elədi ki, artıq kolleclərə belə daxil olmaq çətinləşəcək. Yəni, hörmətli insanlar, hörmətli vətəndaşlar, təhsilin hansı kateqoriyada alınmağı önəmli deyil. Təhsil almaq və özünü inkişafa aparmaq ən önəmli məsələdir. Belə, daha sonra sizin təlimdə ilk dəfə olacam, amma mənə çox xoşdur. Qrup İlhamə müəllimənindir. İlhamə müəlliməni tanıyıram, çox da gözəl işləri var. Əyani təlimlərdə olmaq mənim ən belə deyək öncəliyimdir. Çox sevirəm. Ümid edirəm ki, saatla maraqlanacam daha sonra ünvanla da. Uyğun gələrsə sabah sevərək qatılacam. Sizə də öncədən uğur arzu edirəm. Özümə borc bildim bunu dilə gətirim. Çünki həqiqətən bu təhsil kateqoriyası məni çox narahat eləyir bir müəllim pedaqoq olaraq. Daha sonra sizin məsələyə gəldikdə mən işimlə əlaqədar autizm problemi olan uşaqlarla zaman-zaman işləyirəm. Bu əslində uşaqlarda müəyyən belə deyək də etapa görə fərqlənir. Autizm var çox ağırdır, autizm var şiddətə meyllidir, autizm var ki, şiddət yoxdur, nitq, ünsiyyət, kontakt yoxdur. Zaman-zaman olur. O uşaqlarla işləmək çətindirmi? Çox çətindir. Amma əgər sevgi verirsinizsə, onlar sevgini çox güclü formada ala bilirlər. Qarşılığında belə deyək də Bəli, pedaqoji təşəkkür edirəm baxımdan Zəminə xanım. yeritmək olur bir şeyləri. Mən də qısa zaman ərzində çıxmalıyam artıq. Ona görə Bəli, istərdim ki, sözümüzə keçsək. Təşəkkür edirəm, mən minnətdaram. təşəkkür edirəm. Çox sağ olun, var olasın. Belə, deməli, autizm spektr pozuntusu zamanı loqopedik müdaxilə. Zəhmət olmasa digər slaydımıza keçsək, zəhmət olmasa. Aha, əla, təşəkkürlər. Deməli, autizm spektr pozuntusu nədir? Autizm spektr pozuntusu təkrarlanan bacarıqlar, nitq və şifahi olmayan, ünsiyyət ilə bağlı çətinliklər ilə xarakterizə olunan geniş spektr şəxslərə aid olunur. Yəni ki, autizm spektr pozuntusu, dəyərli izləyicilər, xəstəlik demək deyil. Autizm spektr pozuntusu adının da bəlli olduğu kimi spektr pozuntusudur. Yəni bu heç bir xəstəlik deyil və biz autizmə xəstəlik deyə bilmərik. Doğru yanaşma deyil bu. Və ətrafınızdakı hər hansısa bir insan autizmə xəstəlik desə, anında o insana bildirin ki, yəni autizm xəstəlik deyil və autizm spektr pozuntusudur. Belə deyim, autizm spektr pozuntusu olan insanlar bir çox hallarda özlərini ifadə etməkdə, yəni emosiyalarını qarşı tərəfə çatdırmaqda çətinlik çəkirlər. Məsələn, yəni xəstəlik deyil, fərqlilik deməliyik biz onlara. Bizdən fərqlənirlər nələrlə? Yəni onlar emosiyalarını, onlar hisslərini, sevdiklərini bildirə bilmirlər qarşı tərəfə və daha fərqli göstərirlər. Digər slayda keçsək zəhmət olmasa. Mhm. Aha, təşəkkürlər. 6 aya qədər, yəni bir çox zaman məndən valideynlər soruşur ki, bəs biz erkən olaraq nə zaman bilə bilərik ki, autizm spektr pozuntusu nə zaman aşkarlaya bilərik? Yəni erkən olaraq bunu bilməyimiz üçün nə etməliyik? Dəyərli izləyicilər, erkən olaraq müdaxilə etmək olur.
Əgər ki, 6 ayında uşaq 6 aylığından etibarən şən cəlbedici ifadələri azdırsa və ya mənasız şəkildə, ifadələr göstərirsə, yəni həddən artıq hər şeyə çox ifadə göstərirsə, emosiyalarını bildirirsə, yəni hər şeyə emosional reaksiyalar verirsə, 9 aya qədər səslərin, təbəssümlərin, digər üz ifadələrinin çox az və heç bir şəkildə olmaması. Bilirsiniz ki, 9 aylıq bir uşaqda artıq səslər, təbəssümlər, emosional ifadələr olmalıdır. Lakin baxırsan ki, uşaqda heç bir emosiya yoxdur. Yəni, türk dilində deyəcəm mən bunu, çünki bir çox zaman onu Azərbaycanca tərcümə etmək çətin çəkirəm. Üzr hesab eləyərsiniz ki, bəzi ifadələr mən türkcə deyəcəm. Yəni ki, şaşqın bir sifətləri olur, şaşqın olaraq baxırlar insanlara. Yəni, donuq vəziyyətdə baxırlar, emosiyaları olmur. 12 aya qədər işarə etmək, göstərmək, əl uzatmaq, yələncək kimi getmək, irəli-arxaya getmək jestlər, bu kimi jestlər onlarda daha çox olur. Məsələn, işarə jestlərini, göstərici jestlərini istifadə edə bilmirlər, özlərini ifadə edə bilmirlər, lüğət ehtiyatlarında heç bir söz olmur, danışmırlar, səslərə, adlarına reaksiya verməkdə çətinlik çəkirlər. 16 aylığında baxırsan ki, uşağın lüğət ehtiyatında heç bir söz yoxdur, uşaq heç bir söz demir, heç bir ifadələr yoxdur, ailə üzvlərini adlandırmır. 24 aylığında isə mənasız 2 sözlü ifadələr olur. Sözlər deyilər, lakin bu sözlərin heç bir məna kəsb eləmir. Yəni dediyi sözlər heç bir mənası olmur, heç bir belə deyim, anlamı olmur, anlamsız şəkildə ifadələr olur. Digər slayda keçirik zəhmət olmasa, amma bu o demək deyil ki, yəni bu bir çox insanlarda da yanlış fikir yarana bilər ki, bəs mənim uşağımda bu simptomlar varsa, mənim uşağım həqiqətən də autizmdirmi? Xeyr, dəyərli izləyicilər. Əgər ki, bu simptomlar sizin uşağınızda varsa, o demək deyil sizin uşağınız sırf autizm. Sadəcə əlamətlərinin bir neçəsini mən sizə deyirəm. Və əgər ki, uşağınızda autizm spektr pozuntusundan şübhələnirsinizsə, nə etməlisiniz? Necə addım atmalısınız? Bununla bağlı mən sizə indi izahını verəcəm. Əgər ki, şübhələnirsiniz ki, uşağınızda autizm spektr pozuntusu var, məsələn, uşaq 1 yaşı var, heç bir söz demir, ailə üzvlərinə müraciət etmir. Bilirsiniz ki, 1 yaşında uşaq artıq ailə üzvlərinə müraciət etməlidir. Və 1 yaşında uşaq artıq salam, sağ ol kimi jestləri artıq qollaşmalıdır, istəklərini göstərməlidir. Və 1 yaşlı uşaq gəlib çatıb, heç bir ifadələr yoxdur, jestlərdən istifadə etmir, göz kontaktı qurmur, adına reaksiya vermir. Artıq bu zaman valideyn üçün həyəcan təbili çalınmalıdır təbii olaraq. Bundan sonra valideyn hara müraciət etməlidir? Mən ilkin olaraq valideynlərə ümumiyyətlə, bunu bütün mütəxəssislərə tövsiyə edirəm, differensial yanaşma. Bilirsiniz ki, differensial diaqnostika çox gözəl bir proqramdır. Ümumiyyətlə istərdim sizdən soruşum. Aramızda kimlərin differensial diaqnostika haqqında məlumatı var? Bir dənə chatda qeyd edin, zəhmət olmasa mən baxım. Aha. Differensial diaqnostika proqramı o deməkdir ki, yəni hərtərəfli bir müayinə proqramıdır və bu proqramın sayəsində bütün valideynlər, yəni mütəxəssis və valideyn bilir ki, uşaqdakı bu natamamlıqlar niyə yarandı? Sadiq müəllim də aramızdadır, salamlayıram. Xoş gəlmisiniz Sadiq Abdullayev. Artıq biz oradan bilirik ki, uşaqda hansı səbəbə nitqində geriləmələr, göz kontaktına geriləmələr, adına reaksiyasında problemlər var və səbəb aşkarlanır və differensial sözü özü hərtərəfli yanaşma deməkdir. Yəni bir tək loqopedin, bir tək psixiatrın gözü ilə baxmaq deyil, hərtərəfli baxış deməkdir və hərtərəfli baxış da bilirsiniz ki, diaqnostika zamanı çox önəmlidir. Yəni diaqnostikasında autizm spektr pozuntusunun diaqnostikasında həm loqopedin, həm nevropatoloqun, həm lorun, həm psixoloqun, həm erqoterapevtin, refleksoloqun mütləq şəkildə ən sonda isə uşaq psixiatrının rəyi olmalıdır, dəyərli izləyicilər. Və bir çox hallarda mənə valideynlər bilirsinizmi nə deyirlər? Mən uşağımı loqopedə apardım, dedi sənin uşağında autizmlik var. Özü belə deyirlər, autizmliklər var və yaxud da yüngül autizm oxşuyur, ağır autizm oxşuyur. Yəni bu kimi ifadələri bir loqoped, bir psixoloq, bir erqoterapevt, bir nevropatoloq deyə bilməz. Autizm spektr pozuntusu yalnız və yalnız uşaq psixiatrı təyin eləyə bilər. Yəni uşaq psixiatr tərəfindən təyin oluna bilər. Autizm spektr pozuntusu çünki psixi bir diaqnozdur. Yəni buna görə də onun təyin olunması üçün, dəqiq olaraq diaqnozun təyin olunması üçün uşaq psixiatrı lazımdır. Və desəz ki, neçə yaşında ən tezi təyin oluna bilər? Ən tez 2 yaş yarımında. Yəni 2 yaş 6 aylıq uşaqdan sonra, yaşdan sonra uşaqlarda uşaq psixiatr tərəfindən autizm spektr pozuntusu diaqnozu təyin oluna bilər.
Yəni 2 yaş yarımdan tez təyin oluna bilmir. Sadəcə olaraq əlamətləri görünə bilir və ümumiyyətlə bunu da mən sizə deyim ki, danışmayan, özünü ifadə edə bilməyən, adına reaksiya verməyən və kontak kommunikasiyada keçməkdə çətinlik çəkən uşaqların 99%-də, hətta mən sizə deyərəm ki, 99%-də autism spektr pozuntusunun bir əlaməti belə görünür və bir çoxumuzda autism spektr pozuntusu əlamətləri var. Aha, digər slaydımıza keçid eləyə zəhmət olmasa və ASB-də ünsiyyət problemləri. Bilirsiniz ki, ASB-lərdə ümumiyyətlə biz autism spektr pozuntusuna qısaldılmış olaraq qısa şəkildə ASB deyirik. Bizi mütəxəssislər daha yaxşı başa düşür bu yöndəmdə. ASB-də ünsiyyət problemləri olur. Bu zaman gecikmiş nitq olur, göz kontaktının zəifliyi olur, sosial jestlərin istifadəsi az olur, stereotiplər olur, stereotip danışıqlar, səslər. Ümumiyyətlə bilirsinizmi dostlar, bir dənə bunu qeyd eləyin zəhmət olmasa chatda. Stereotip nədir? İstərdim ki, sizə əslində stereotiplər haqqında danışım. Düz vaxtımız qısadır. Lakin mən bilirsiniz ki, öyrətməyi və öyrənməyi çox sevən bir insan olaraq seminarlarım heç bir zaman tam 30 dəqiqə keçmir. Yəni daha uzun-uzun bir danışmağı sevirəm. Təkrarlanan reaksiyalar, hərəkətlər. Təkrarlanan vərdişlər. Ümumiyyətlə stereotip sözü özü təkrarçılıq deməkdir. Və stereotiplər iki qrupa bölünür. Biri var səs stereotipləri, biri var hərəkətdə olan stereotiplər. Məsələn, bir insanın stres keçirdiyi halda bu şəkildə saçını oynatması stereotipdir. Hərəkət stereotiplərdir. Bu o deməkdir ki, o insan autizmdir, xeyr. Bir çoxlarımız bunu eləyə bilərik. Və yaxud da qələmi oynatmaq. Ki, bir çoxlarınız bilirəm ki, bunu həyəcananda, təşvişdə olanda eləyirsiniz. Saçını oynatmaq, bu formada nəsə etmək və yaxud da ki, nəsə iş görəndə bu formada. Yəni, bu o demək deyil, bu insan autizmdir. Yəni, ümumiyyətlə, autizm spektr pozuntusunun əlamətləri bir çoxumuzda ola bilər. Bunu deyim. Yəni, səslərdə ola bilər stereotiplər, məsələn, səs stereotipləri var. Uşaqlar var ki, eyni səsləri təqlid edirlər və yaxud da ki, məsələn, elə ASB uşaqlar var ki, hər hansısa bir heyvana bənzər səslər çıxarmaq olur onlarda. Məsələn, at kimi səsi və yaxud da stereotiplər olur. Yəni, o stereotipləri biz heç bir zaman tam aradan qaldıra bilmərik. Çünki stereotiplər hər zaman hər birimizdə var. Lakin bu o demək deyil ki, o stereotipləri biraz belə dəyişmək olmaz. Bu olur. Sadəcə olaraq bizə lazımdır ki, həmin o stereotipləri cəmiyyətə uyğun vəziyyətə gətirək. Məsələn, mənim saçımı oynatmağım hər hansı bir tədbirdə oturarkən və yaxud da ki, həyəcan təşviş keçirərkən saçımı oynatmağım cəmiyyətdəki bir çox insanları narahat etməz. Düzdürmü? Amma mənim bu şəkildə etməyim bir çox insanları narahat edə bilər. Biz buna dəyişə bilərik. Amma bunu və yaxud da bunu tamamilə aradan qaldıra bilmərik. Aydındır? Yəni, stereotipləri tamamilə aradan qaldırmaq mümkün olmasa da, cəmiyyətə uyğun vəziyyətə gətirib çatdırmaq olur. Yəni, bizim əsas məqsədimiz də bu olmalıdır onsuz da. Aha, digər slaydımıza keçid eləyə zəhmət olmasa. Və bəs desəz ki, bu stereotipləri biz necə aradan qaldıra bilərik? Təbii ki, erqoterapevtin, psixoloqun və psixiatrın sayəsində. Onu loqoped işləmir. Bunu erqoterapevt, psixoloq və psixiatr işləyir. Deyin biləsiniz. Ümumiyyətlə, autizm spektr pozuntusu olan uşaqlara erqoterapevtin dəstəyi çox önəmlidir. Eyni zamanda psixoloq və psixiatrın. Loqopedin rolu, bacarıqların qiymətləndirilməsi. Bu slaydımızı ötürə zəhmət olmasa digər slaydımıza keçid eləyək. Mən orada istərdim ki, bir məlumatı çatdırım auditoriyaya. Bunda keçək. Əla, təşəkkürlər. Və autizm spektr pozuntusu olan şəxslərlə mütləq şəkildə ev şəraitində və mütəxəssislər iş aparmalıdır. Yəni, əfsuslar olsun ki, bir çox zaman valideynlər aldadılır bu zaman və yaxud da ki, qəbullanmaqda çətinlik çəkirlər. Bəli, bu hallar da çox olur və başa düşürəm mən həmin valideynləri ki, uşağın autizm olduğunu qəbullanmaq da bəzi hallarda çətin olur. Lakin
daha çox əsas valideyn ona o hədəf fokuslanmalıdır ki, uşağındakı inkişaf natamamlıqlarını gətirib bərpa etmək. Yəni ki, bizim əsas məqsədimiz olmalıdır ki, biz mütəxəssislərin və valideynlərin komanda şəkli işləyərək əsas məqsədi bundan ibarət olmalıdır ki, autizm spektr pozuntusu olan uşaqları cəmiyyətə qazandırmaq. Yəni valideynlər məsələn, uşağı 5 yaşındadır, autizm spektr pozuntusudur. Baxırsan ki, sosiallaşa bilmir, kontakt kommunikasiya keçə bilmir, lakin valideyni ən çox narahat edən odur ki, uşağım danışmır. Əgər ki, bir uşaq kontakt kommunikasiya keçə bilmirsə, özünü ifadə etməkdə çətinlik çəkirsə, qavrayışı yaş normativinə müvafiq deyilsə, sosiallaşma bacarıqları formalaşmayıbsa, o uşağın nitqinin olmasını və yaxud da ki, gəlib o uşağın səlis şəkildə cümlə qurması gözləməyək dəyərli valideynlər. Bizim birinci hədəfimiz autizm spektr pozuntusu olan uşaqları cəmiyyətə qazandırmaq olmalıdır. Çünki bir valideyn həyatda olmayanda, uşağının yanında olmayanda, uşaq tək olanda da özünü apara bilsin və ümumiyyətlə o demək deyil, autizm sondur. Xeyr, son deyil. Mən sizə bir film adı deyəcəm. Zəhmət olmasa hər kəs o filmə baxsın. Temple Grandin. Burada mən yazıram. Sadiq müəllim, bir dənə yaza bilərsiz zəhmət olmasa adını. Temple Grandin filmini. Çox xahiş edirəm, hər kəs o filmə baxsın. Ələxüsus da valideynlər və mütəxəssislər mütləq şəkildə o filmə baxın. Orada Temple Grandin həyat hekayəsindən danışılır. Mən baxmışam, əla. Orada görəcəksiniz ki, və valideynlər üçün doğrudan çox böyük motivasiyadır. Və burada mütəxəssislərə demək istəyirəm ki, yəni biz mütəxəssislər çalışmalıyıq hər zaman bax belə bəlkə olaq. Bir-birimizdən dost münasibəti yaradaq. Yəni mənə görə, mən məsələn bir mütəxəssisə yaraşdırmıram ki, başqa mərkəz haqqında mənfi fikirlər söyləsin və yaxud da ki, başqa mütəxəssisləri pisləsin. Yəni bu şeyləri mən heç bir mütəxəssisə yaraşdırmıram açıqcası. Və mən düşünürəm ki, biz mütəxəssislər daima birgə olmalıyıq. Daima bir-birimizə arxa dayaq olmalıyıq. Və bizim onsuz da ki, hər birimizin, hamımızın məqsədi birdir. Hamımızın məqsədi birdir ki, uşaqlara dəstək olaq və onları cəmiyyətə inteqrasiya edək. Düzdürmü? Və bizim məqsədimiz hamımızın birdirsə, birlik olmalıdır. Və biz məsələn mənim yanıma müayinələr gəlir və saysız-hesabsız mənim yanıma müayinələr gəlir, özünüz də bilirsiniz. Yəni ki, məni Instagramda, TikTokda da izləyirsiniz, izləmirsiniz, izləməyə alarsınız, Loqoped Şəhla səhifəmi, mən də Xan Zəhmət olsa burada səhifəmi yazarsınız. Və bilirsiniz ki, mənə məsələn ailələr gələndə ilk başlarda məsələn müayinədə deyə bilər. Hə, filan mərkəzə apardım, nəticə görmədim falan. Mən deyirəm ki, çox xahiş edirəm. Mənim canlılarımda, mənim müayinələrimdə, mənim videolarımın altında başqa mərkəzləri pisləməyin. Və mən görəndə ki, başqa mərkəzləri pisləyiblər, anında silirəm. Çünki sevmirəm bu şey. Çünki autizm spektr pozuntusu olan uşaq, ümumiyyətlə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək çox çətindir. Bunu hər birimiz bilirik. Sadiq müəllim, təşəkkürlər Instagram, TikTok profilimi yazdığınız üçün. Dostlar, məni Instagram və TikTokda izləyirsiniz, zəhmət olmasa. Və onsuz da ki, bu işdə işləmək çox çətindir. Xüsusi qayğı ehtiyacı olan uşaqlarla səbir tələb edir işləmək üçün. Yəni, böyük bir səbir lazımdır və öz üzərində daimi işləməlisən, yeniliklərə açıq olmalısan, yeni proqramlar öyrənməlisən ki, bizim mütəxəssislərimiz doğrudan da yaxşıdırlar. Yəni, Azərbaycanda çox yaxşı mütəxəssislərimiz var. Və mən şükür edirəm ki, yəni çox şükür Allahımıza ki, Azərbaycanda yaxşı mütəxəssislərimiz də var, yaxşı psixoloqlarımız, yaxşı loqopedlərimiz. Amma xoş hal deyil ki, hər hansısa bir mütəxəssis başqa mütəxəssislə arxasınca danışsın və yaxud da başqa mərkəz pisləsin. İnanın ki, heç xoş görünmür kənardan. Yəni əsas məqsədimiz onsuz uşaqlarda nəticə görməkdir və valideynlərə daima psixoloji dəstək olmalıyıq. Biz yəni başqaları haqqında mənfi danışmaqdansa, valideynlərə dəstək olsaq, valideynlərə psixoloji motivasiya versək, inanın çox gözəl bir nəticəmiz olar. Ona görə sizə tövsiyəm odur ki, gəlin birlik olaq, hər kəsə, valideynlərə biz motivasiya verən tərəf olaq, valideynlərə başqalarının arxasınca danışmayaq. Aha, uğur müsbət faktorlara bağlıdır. Erkən diaqnoz. Mütləq şəkildə erkən diaqnoz çox önəmlidir. Ona görə də dəyərli mütəxəssislər daima ətrafınızı bilgiləndirin, sosial şəbəkələrinizdə aktiv olun. Yəni insanları daima bilgiləndirin ki, uşaq neçə yaşda danışmalıdır, uşaq neçə yaşda göz kontaktı qurmalıdır. Yəni bununla bağlı valideynləri bilgiləndirməyimiz çox önəmlidir. Çünki erkən diaqnostika, erkən müdaxilə lazımdır, erkən diaqnostika çox önəmlidir. Neçə yaş? Mən deyərdim ki, 6 aylığından.
Erkən diaqnostika 6 aylığından sayılır. Bəzən valideyn elə bilir ki, 4 yaşında erkən diaqnostikadır, bu gecikmiş diaqnostika hesab olunur. Davamlı terapiya uzun müddətli və sistemli loqopedik terapiya effektidir. Yəni bir valideyn uşağına erkən diaqnostika adı ilə 5 yaşında gətirirsə, artıq o gecikmiş müdaxilədir. Bunu deyin biləsiz. Ailə və məktəb. Mən burada bunları necə yığışdıra bilərəm? Bir baxım. Aha. Təbii ki, ailə və məktəb əhatəsi, yəni ailə çox önəmlidir. Ailə uşağını əgər loqopedə, psixoloqa, ergoterapevtə, ümumiyyətlə uşağında xüsusi qayğı ehtiyacı olan uşaqsa hər hansısa bir ailənin, o zaman uşağını telefon, televizordan uzaq tutmalıdır, qidalanmasına diqqət yetirməlidir, övladını sosiallaşdırmalıdır və ailə də həmin zaman mən bunu deyirəm ki, sosial olmalıdır. Və bir çox zaman ailələr uşağına məsələn, çipsini, kolanı, şirniyyatı qadağa edirlər, lakin uşağın yanında şirniyyat yeyirlər. Yəni bu doğru deyil. Əgər ki, siz uşağınıza nəyisə qadağa edirsinizsə, özünüzdən birinci başlamalısınız, özünüz də o şeylərə icazə verməməlisiniz. Yəni özünüz də o şeylərə özünüzə icazə verməməlisiniz. Birinci özünüzdə başlamalısınız. Və yaxud da ki, baxıram ki, ailə uşağına telefonla, televizorla yemək yeməyə qadağa edir, amma uşağın yanında özü telefona baxır. Və uşağa deyir ki, sənə olmaz. Bu da doğru deyil. Əgər birinci uşağınızı dəyişmək istəyirsə, birinci özünüzdən başlayın. Ümumiyyətlə bilirsiniz də, yəni deyir ki, ətrafını dəyişmək istəyirsənsə, birinci özündən başlamalısan. Bu həqiqətən də belədir və uşaqlar üçün də belədir. Aha, zəhmət olmasa digər slaydımıza keçid eləyək və mən o vaxta qədər burada yazılanları oxuyum. Deməli, izləyici yazıb ki, mənim oğlum 4 yaşındadır, çox həkimlər və bir çox aparatlara aparmışıq, amma heç biri autizm diaqnozu qoymur, amma müəyyən əlamətlər var ki, bunlar autizm əlamətləridir, nitq və anlama gəlir. 7 və çox yaxşı nəticə verdi. Var. Bəs ergoterapevt yoxlanışdan keçirmisinizmi övladınızı? Bunu da qeyd edin, zəhmət olmasa Tamilla xanım. Oğlum 3 yaşı 1 yaşından evin digər tərəfinə gedirdi. iPhone profil. Bəs hal-hazırda harasa aparırsınızmı övladınızı? Tamilla xanım, mən sizə tövsiyə elərdim ki, uşağınızı ergoterapevtik yoxlanışdan keçirəsiniz. Çünki bir çox hallarda qavrayışında natamamlıqlar olduğu zaman ergoterapevtik müdaxilə lazımdır və bununla bağlı Sadiq müəllimə müraciət edə bilərsiniz. Oğlum 1 yaş yarımlıqdır. Mən uşağımı bağçaya qoymaq istəyirəm, amma nitqimdə çox söz bazası yoxdur. Əgər övladınız özünü ifadə edə bilirsə, bağçaya qoya bilərsiniz. Neçə yaş? Elə mən körpəlikdə elə hiss etmişdim, oğlumda qəbul etmirdim. Hətta 9 aylıq başqa bir uşağın ona toxunmağını sevmirdi, istəmirdi. Ümumiyyətlə uşağın başqalarının ona toxunması və yaxud da ki, uşaqlarda adiala bağımlılıq olur bir çox hallarda. Saçını yumağa kəsdirmə, neqativ reaksiyanın olması, uşaqların pəncə üzərində yeriməsi bu o demək deyil ki, bu autizm spektr pozuntusudur. Bu bir çox hallarda sensor sistemlə bağlı ola bilir və bu sensor sistemdəki natamamlıqları korreksiya edən mütəxəssis isə ergoterapevt dəyərli izləyicə, bunu loqoped işləmir. Şahin xanım, autizm uşaqları danışmağı nə qədər inkişaf edir? 70%-ə qədər inkişaf edə bilir. Yox, təlimi istəyirəm, amma qorxuram əks təsir edər, çünki dayanmır təzə yerdə. Xeyr, əks təsir etməz. Siz bizə müraciət edərək övladınızı differensial diaqnostikadan keçirə bilərsiniz, Rəqsanə Teacher profili və məni Instagram, TikTokda da izləyərək ətraflı məlumat əldə edə bilərsiniz bizim haqqımızda. Aha, keyfiyyətli həyat, loqopedik müdaxilə uşaqların həyat keyfiyyətini yaxşılaşdırır. Həqiqətən də bu belədir. Lakin bu o demək deyil ki, təkcə loqopedlə biz istədiyimiz nəticəni ala bilərik. Ümumiyyətlə, dəyərli izləyicilər, uşağınızda xüsusi qayğı ehtiyacı olan uşağınız varsa və uşağınızın nitqi gecikirsə və yaxud da autizm spektr pozuntusu varsa, bu zaman kompleks yanaşma lazımdır. Tək loqopedlə, nə də təkcə psixoloqla, nə də təkcə həkimin verdiyi dərmanlarla nəticə əldə etmək olmur. Uşağa kompleks yanaşma lazımdır. Yəni loqoped də, psixoloq da, ergoterapevt də, refleksoloq da, nevropatoloq da, psixiatr da, valideyn də paralel şəkildə iş aparmalıdır. Ümumiyyətlə korreksiya zamanı işin 30% mütəxəssisə, 30% uşağa, 30% valideynə, 10% isə sosial mühitə düşür. Yəni bu 90% iş aparılarsa 10% çox nəticə verməyəcək. Yəni çox belə deyim, mənfi reaksiya verməyəcək. Ona görə də uşağınızla bolluca iş aparın və səbirli olun. Nevropatoloq olaraq kimi önərərdiniz? Bəs
Uşağın yaşına görə dəyişə bilər. Siz mənə Instagramda yazın, mən sizə həkim adı deyim. Mənim oğlumda da pənc üstündə yerimə var idi. Həkimə getdik, o bizə hə, dəmir çatışmazlığı oldun dedi. Dərman müalicəsindən sonra düzəldi. Oktyabrda Bakıya gələcəm, sizi mərkəzə müayinə istəyirəm. Tamilla xanım, əgər ki müayinə istəyirsinizsə, mən indi burdan əlaqə nömrəmizi yazıram. Siz bizim əlaqə nömrəmizə yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. Axşamınız xeyir. Olar bir sual verim. Axşamınız xeyir, buyurun. Mən fikirlərimi mesajla çatdıra bilməyəcəkdim. Ona görə üzrlü sayın, sözünüzü böldüm. Mənim bacımın oğlu autizm spektrinin pozulması müayinəsi qoyulmuşdu ona. Düzdür, hal-hazırda 1-ci sinifə gedir. Ona lap kiçik yaşlarından qoyub, hardasa 2 yaşlarından qoyub və bacım onu cəmiyyətə qazandırmaq üçün demək olar ki, hər bir şey eləyib. İndi şükürlər olsun ki, amma autizmin yüngül forması diaqnozu qoyulmuşdu ona. İndi düzdür, normaldır, hər şey qaydasında gedir, ancaq düzdür, bacımı narahat edən bir çox məqamlar var. Sadəcə olaraq sual vermək istəyirdim ki, indi onun ağırlaşma forması ola bilərmi, əgər əlini onun üzərindən çəkərsə? Yenə də o psixoloquna davam eləyir, yenə də onun öz seansları var, aparır. Amma yenə də onu qane eləməyən bəzi şeylər var. Sadəcə olaraq onu bilmək istəyirdim ki, ağırlaşa bilərmi irəliləyən zamanlarda? Şəfəq xanım, yəni belə deyim də, mən uşağı görmədiyim üçün, diaqnostikadan keçirmədiyim üçün bilə bilmərəm də. Yəni sizin verdiyiniz 1-2 simptoma əsasən mən bilə bilmərəm ki, sizin bacınız uşağın ağırlıq dərəcəsi nədir, yəni dəqiq olaraq diaqnozu nədir, hansı simptomlar var, simptomlara əsasən diaqnozları nədir. Yəni onu bilmədiyim üçün mən bununla bağlı sizə dəqiq məlumat verə bilmərəm, əfsuslar olsun ki. Və belə deyim, yəni mən əgər burdan sizə belə şifahi məlumat verirəmsə, artıq burada qeyri-peşəkarlıq göstəricisidir deməkdir. Və mən də qeyri-peşəkar bir mütəxəssis olmadığım üçün sizin bacınız uşağınızı görmədən məlumat verə bilmirəm. Sizə tövsiyə elərdim ki, bizim müayinəmizə yaxınlaşaraq ətraflı məlumat əldə edə bilərsiniz. Oldu, çox sağ olun, təşəkkür Buyurun, edirəm. siz sağ olun. Buyurun, siz sağ olun. Salam Şəla xanım, mən tərbiyəçi müəllim işləyirəm. İndiki uşaqla işləmək çətin olduğu üçün sizə vebinarlara qoşuluram, məlumat toplayıram ki, uşaqlara keyfiyyət təlim verə bilim. Sizə təşəkkürümü bildirirəm. Çox sağ olun Zərintac xanım, minnətdaram, sizə uğurlar arzulayıram. Siz hansı bağçada işləyirsiniz Zərintac xanım? Qeyd edərsiniz, zəhmət olmaz. Hansı ərazidə işləyirsiniz? Çox təəssüf ki, valideyn hər birini loqopeddən tələb edir. Sanki loqopedlərin seyirli çubuğu var, autizm uşaqdan nevroloq aparmaq olur. Tək loqoped deyil bu problem. Təbii ki, və biz loqopedlərin də borcu odur ki, yəni bizim vəzifə borcumuzdur ki, biz valideynə daima izah edək və valideynlər mütəxəssis olmadıqları üçün bir çox hallarda bilmədən də səhv addımlar ata bilirlər. Yəni onları qınamaq, nə bilim onları buna görə qınaq atəşinə tutmaq düzgün deyil, dəyərli izləyicilər. Bununla bağlı mütləq şəkildə biz daima birgə, hamımız birgə valideynlərə izah etməliyik, natamamlıqları başa salmalıyıq, autism spektr pozuntusu olduğunu, nə olduğunu deməliyik. Yəni bizim mərkəzimizdə, məsələn, bizim mərkəzimizdə hər həftə valideynlər üçün tam təmənnasız seminarlarımız keçirilir. Həm onlayn, həm offlayn şəkildə. Yeri gəlmişkən, bizim qrup linkimiz də göndəriləcək. Zəhmət olsa qrup linkimizə də daxil olarsınız. İşləməlidir autism uşaqlarla. Hocam loqoped necə nitqdə işləməlidir? Əgər ki, uşaqda qavrayış varsa, kontakt kommunikasiya keçə bilirsə, artıq bu zaman loqoped iş apara bilər. Loqoped aktiv oyunlar oynayaraq, yəni mən loqopedlərin kartlarla, əzbərlənmiş formada oyun oynatmaqlarını tövsiyə etmirəm. Quba şəhərində işləyirəm. Nə gözəl, uğurlar arzulayıram sizə. Dəyərli izləyicilər, suallarınız varsa, buyurub yaza bilərsiniz, yoxdursa, icazənizlə biz artıq webinarımızı yekunlaşdıraq. Bizə ayrılan vaxt artıq sona çatır. Bitirəm, lakin fəaliyyət olaraq köçülü müəlliməsi, autism uşaqla işləyirəm. Fəaliyyət uşaqlı olduğu üçün başlıqlar məktəbə kömək olursunuz. Təşəkkürlər. Çox sağ olun Ayşəgül xanım, minnətdaram. Təşəkkür edirəm dəyərli izləyici. Çox sağ olun, minnətdaram. Var olasınız. Mən Instagramda da izləyərsiniz, zəhmət olmasa dəyərli izləyicilər. Instagramda və TikTokda izləməyi unutmayın. Çox sevinirəm ki, məni izləyirsiniz. Dəyərli vaxtınızı, zamanınızı öyrənməyə ayırırsınız və birinci özünüzə təşəkkür edir, sonra mənə təşəkkür edərsiniz ki, özə təşəkkür edir ki, belə bir webinarlara qoşulursunuz. Hələlik sağ olun, salamat qalın.